hər bir sürücünün, kimin ki sürücülük vəsiqəsi var və avtomobil idarə edir, borclu deyil ki, İnzibati Xətalar Məcəlləsini A-dan Z-yə qədər əzbər bilsin. Bəli. Və hər bir sürücünün borcu deyil ki, o hüquqşünas olsun. Bəli. Sürücünün Doğru. əsas məqsədi nədir? İlk növbədə yol hərəkəti qaydalarına bilsin və ona düzgün əməl etsin. Ən azından nişanları bilsin, nişanlanma xətlərini bilsin, sürət həddinin aşılmasının və s. və ilaxır. Bunlara diqqət yetirməlidir. Sürücünün qayda pozmaması üçün bütün şəraitlər yaradılmalıdır ki, Ondan sürücü sonra qayda pozanda o cərimələnsin. Sürücünün qayda pozmaması üçün şərait yoxdur. məcburiyyətdən qayda pozur bəzən Əksər sürücülər. rayon yollarında yolun sağı bərbaddır. Bəli. Və sürücülər nə edirlər? Məcbur solla hərəkət edirlər. Qanunvericilik də bizə deyir ki, yolun sağı boşdursa, Bəli. sol ilə hərəkət etmək qadağandır. Şəhərdən kənar yollardan söhbət gedir. Ya burada iki variant var. Ya yolun sağı düzəlməlidir Bəli. və sürücü sağla getməlidir. Bəli. Ya qanunvericilikdə dəyişiklik edilməlidir ki, yolun örtüyü bərbad vəziyyətdə olduğuna görə şəhərdən kənar yollarda sürücülər məcburiyyət qarşısında qalıb sol ilə hərəkət etdiyi hallar qanunda istisna haldır. Yəni yolun sağı bərbaddır, mən soldan gedirəm, buna görə məsuliyyətə cəlb oluna bilmərəm.